Hikayə. Babamın gözlərini mən kör elədim. Yazıcı Şərif Ağayar, oxuyan Vəhid Ağayı. Babamı mən kör eləmişdim. Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim. Belə baxanda özündə də günah vardı. Çox əsəbi idi. Evdə üstümüzə qışqırır, bizi danışmağa, oynamağa qoymurdu. Atam ona uzun bir çubuq düzəltmişdi. Yatdığı təxtin üstündən evin o başına çatırdı. Şuluq eləyəndə həmin sehirli çubuq bizi hər tərəfdə axtarıb tapır. Təpəmizdə bir dəfə taq eləyərək çəkilirdi. Əli də ağır idi. Vuranda başımızı ovuşdura-ovuşdura qalırdıq. Belə vaxtlarda babama acığım tuturdu. Atamın onun saqqalını başını qırxmasına, anamın ayaqlarını yumasına razı olmurdum. Axı kim idi bu əsəbi qoca? Hardan gəlib düşmüşdü evimizə? O olmasa gözəl olardı hər şey. Anamla da dalaşırdı. Bir dəfə şillə də vurmuşdu. Çox pis olmuşdum. Gücüm çatsa, mən də babamı döyərdim. Bircə atama güvənirdim ki, o da dinib danışmırdı. Elə bil görmür, eşitmirdi. Elə çox istəyirdi ki, dədə sənə qurban olum deyəndə beşi də yanından tökülürdü. Tızığı qalxanda qarşısında çömbəlib ayaqlarını isti suya qoyurdu. Paltarını dəyişməyə kömək edirdi. Küləşli havalarda qolundan tutub su başına aparırdı. Babamsa bunun əvəzində əmimi çox istəyirdi. Bütün günü üstünə düşürdü ki, evlənsin. Əmim onu vecinə almırdı. Eləcə gülüb keçirdi. Nə vurursan ey? Bir dəfə balaca əlimi irəli uzaldıb qışqırdım. Lap hirsləndi. Yatağından qalxıb dalımca düşdü. Qulağımın əmziyini necə səçdiysə altından qan gəldi. Həm də söydü məni. Südünə lənət dedi. O gün bugün düşmən kəsildim babama. Axşamlar atamla anam həyətə işləməyə gedəndə məni ha çağırırdı. Qəsdən cavab vermirdim. Su istəyirdi, aparmırdım. Özü məcbur qalıb qalxır, deyinə-deyinə dəhlizdəki sənəyi axtarıb tapır. Əl-ayağı əsə-əsə su süzürdü. Onun bu halından inanılmaz zövq alırdım. Bizləşmişdim artıq. Mənə hirslənəndə qaçıb təxtin altında gizlənirdim. Ora nə çubuq işləyirdi, nə də özü düşüb gələ bilirdi. Atam tutuşmağımıza gülürdü. Yola getmirsiniz. Babam da gülümsənib saqqalını ovuşdururdu. Özü bir yana divarın başından asılan cavanlıq şəkili də qəzəblə baxırdı mənə. O şəkildən zəhləm gedirdi. Atamın dediyinə görə müharibəyə gedəndə çəkdirmişdi. Lap cavan idi. Saçlarını yandan vurmuşdular. Bir topa qıssa pamazuk kimi qalmışdı. Əynindəki əskər köynəyini boğazınacan düymələmişdi. Elə qətiyyətlə baxırdı. Deyirdin gedib bütün Almaniyanı dağıdacaq. Həm də gülməli idi. Ondan faşisti öldürən olmazdı. Gücü mənə çatardı elə. Cəbhəyə gedən kimi yaralanmış, əsir düşmüşdü. Dediyinə inansaq kirim də olmuşdu. Evdə gizlincə almanlıları tərifləyirdi. Deyirdi bizi əsir alanda çox yaxşı baxdılar. Süd, bolka verdilər. Vermişel, düyü, peçeniyə, hətta şokolad. Mən inanmırdım ona, atam inanırdı. Atamın dediyinə görə babam müharibədən, daha doğrusu əsirlikdən gələndən sonra qorxusundan düz 3 il danışmayıb, özünü lallığa vurub. Onu satqın kimi tutub güllələyərlər deyə qorxurmuş. Hamını inandırıb lal olmasına. Heç səsi də çıxmırmış. Ara sakitləşəndə ilk dəfə atamla yavaş-yavaş danışmağa, ona vəziyyəti izah eləməyə başlayıb. Kaş o vaxt əsirlikdə öldürəydilər. Elə sevinərdim ki. Yanı öldürmüş olsaydılar və mən babamı tanımasaydım sevinərdim. Yoxsa atama görə pis olardım. Yəqin o da atasını mənim kimi çox istirdi. Babam məni söydüyü üçün ha eləyib ondan qisas almağa çalışırdım. Yatdığı yerdə bığlarını yolmaq, daz başını şillələyib qaçmaq, çayının içinə tüpürmək, ayaq qapısına işəmək, nədənsə bunun heç birini eləmirdim. Deyəsən divardakı şəkildən qorxurdum. O mənə elə qəzəblə baxırdı ki, bir gün amansız qisasımın yolunu tapdım. Yiyəsizliyə salıb şəkili divardan açdım. Pərqarın ucu ilə gözlərinin didəsini oyub tökdüm. Anam məni qəfil cinayət üstündə yaxaladı və necə həyəcanlandıysa, oy eləyib üzünü cırırmış kimi sifətini xışımladı. Qorxdum, ağladım. O məni niyə söyür dedim. Anam məni sakitləşdirib şəkili gizlədi. Dedi babanın elə davranmasına baxma.
səni çox istəyir. Körpə vaxtı lüt soyundurub köynəyinin altından qoynuna salardı. Duduşundan öpərdi. Boğazını, sinəni bal kimi yalayırdı. Sən də maşallah ağappaq, çopbuş uşaq idin. Qorxurdum bir gün hop eləyib utar səni. Güldüm xeyli, xoşuma gəldi. Amma Şəkilin gözlərini tökməyə peşiman olmadım. Bircə əmimin zəhmətinə heyfim gəlirdi. Əmim Şəkili Moskovada poçtla böyütdürmüşdü. Neçə gün həsrətlə yolun gözləmişdi. Belə gözəl alınmasına ürəkdən sevinirdi. Kibrit boyda köhnə şəkili kitab boyda təzə şəkillə yanaşı qoyub baxdıqca baxırdı. Babam da, atam da, anam da, hətta qonşularımız da yığışıb hər iki fotoya maraqla tamaşa eləmişdilər. Hamı məəttəl qalmış heyranlığını gizlədə bilməmişdi. Allah üçünə babam Şəkilin divardan asılmasını istəmirdi. Deyəsən ölməkdən qorxurdu. Bir gün öz dili ilə dedi, bala, hələ ölməmişəm ha. Əmim onu qucaqlayıb qulağından öpdü. Qarbaçov da ölməyib də, hər tərəfə şəklini vurublar. Mən babamın şəklindən gözlərini oyan gün müharibə xəbəri gəldi. Dedilər buralardan köçüb getməsək, hamımızı öldürüb əsir apararlar. Atam təlaş içində evimizi bir maşına yüklədi. Babamla anam kabinədə, atamla biz balacalar küzə oturduq. Sevinirdik, yəqin maraqlı yerlər görəcəkdik. Düzənliklər, futbol, silahlı əskərlər, tanklar. O gündən babamın fotosunu asmağa heç vaxt divarımız olmadı. Mən buna biraz sevinirdim də. Atam Şəkilin gözlərini oyduğumu heç vaxt bilməyəcəkdi. Əmim heyvanlarımızı gətirmək üçün kəndidə qaldı. Bizimlə necə görüşdüyünü yaxşı xatırlayıram. Babamı lap çox qucaqladı. Atamla soyuq görüşdü. Anam dabanlarını qalxızıb əmimin çənəsinin altından öpdü. Uca boy idi, tüfəngi də var idi. Mənə baxıb güldü. Üzümdən öpəndə tüfəng çiynindən sürüşüb üstümə düşdü. Düzəltdi çiynində. Baş barmağını geyişinə keçirib gözünün birini qıydı. Darıxma, gələcəm ova gedək. Hacı Süleymanda yaxşı dovşanlar olar. Və ağ atımızı minib yoldaşlarının dalınca çapdı. O gündən əmimi bir daha görmədik. İtkin düşdü müharibədə. Amma ağ atımız gəldi çıxdı. Hardasa atı yoldaşlara əmanət edib yol maşınları ilə bizi yoluxmağa gəlirmiş. Nə gəlib bizi tapa bildi, nə geri qayıdıb yoldaşlara. Biz əmimin yoxa çıxmasından bir ay sonra xəbər tutduq. Elə bilirdik yoldaşlarla qalıb. Bəli, ağ atımız gəldi, əmim yox. Babamı ilk dəfə onda ağlayan gördüm. Atın boynunu qucaqlayıb yalmanına söykədi. Ay bivəfa, oğlumu neylədin? Mən onu sənə etibar eləmişdim, dedi. Və həzin-həzin ağladı. Atımız əvvəldə səsini boğazında incik-incik qaynadıb etiraz eləsə də, babamın ağladığını görüb sustu. Qulaqlarını salladı. Elə bil babamın üzünə baxmağa xəcalət çəkirdi. Əmimin Hacı Süleyman dediyi yer göz işlədikcə düzənli idi. Gövşan, yaxdıkan, qarağan topları, xırda otlar və təkəmseyrək yolğun çöllərindən başqa heç nə gözə dəymirdi. Ətraf şoranlıq idi. Su yox idi buralarda. Köhnə yataq yerində bir tərəfi yıxılmış yeraltı dama yıxışdıq. Atam ora-burasına əl gəzdirib üstünə təzə muşamba çəkmiş əmimin xəbəri gəldi. Bizi babama tapşırıb qardaşını axtarmağa getdi. Babam ağ atımızla danışan gündən çevrilib başqa adam olmuşdu. Deyəsən doğrudan da anam deyən idi. Onun mərhəmətli qəlbi var idi. Gözləri xeyli zəifləsə də bir gün rahat oturmurdu. Keçilərimizi otarır. Həyət bacanı qaydaya salır. İlan yuvalarının üstünü örtür. Yıxıq tikililərdə salamat ağac şefir axtarırdı. Səhərlərsə məni götürüb yağış suyu yığmağa gedirdi. Baba Hacı Süleyman torpaqlarını yaxşı tanırmış. Deyirdi bir-iki həftəyə yağışlar kəsiləcək. Göydən od yağacaq. Eyni heç açılmırdı. Üzdən gülümsəsə də içində qan ağladığını hiss edirdim. Qalın linzalı eynəyini taxıb tozanaqlı yollara baxır. Heç nə görməyəndə məndən soruşur, çoxla suallar verirdi. Bəzən mən keçilərin dalınca uzağa gedəndə fürsət tapıb ağlayırdı. Yanına gələndə səsimi qısır, çörçöp ayağımın altında qalıb səs salmasın deyə asta yeriyir, babamın ağlamağına mane olmaq istəmirdim. Daha doğrusu bundan çəkinirdim. Elə bilirdim rahat ağlayıb kirisə, hər şey yaxşı olacaq. Babam qan yaş tökdükcə gözləri daha zəifləyirdi. İstilər onun gözlərini də qurudurdu. Getdikcə öləziyir, geri çəkilir. İçində ağ həlqələr peyda olurdu. Artıq keçiləri saya bilmirdi. Mənimsə saydığıma inanmır, boş yerə mübahisə edir. Yaxşı görmədiyi üçün gözlərini söyürdü. O həm də arıqlayırdı və arıqladıqca şəkildəki adama daha çox oxşayırdı. Baba şəkildəki adama oxşadıqca mən vahimələnirdim.
ancaq məni darıxmağa qoymurdu. Deyirdi, insan gərək ən çətin vaxtlarda da yaşamağı bacarsın, möhkəm olsun. Ağır illərdən, bundan daha acınacaqlı vaxtlardan misal çəkir, nağıllar danışırdı. Bir dəfə soruşdum, bəs elədiksə, özün niyə ağlayırsan əmimdən ötəri? Dizçindi. Uzun müddət sustu. Çox keçməmiş, dərindən ah çəkib dedi. Ona qardaşımın adını qoymuşdum. Qardaşım da o bir müharibədə itkin düşdü. Artıq Hacı Süleyman toprağına yağışlar da yağmırdı. Hacı Süleymanın təkcə yeri deyil, göyü də qurumuşdu. İstidən nəfəs almaq olmurdu. Elə bil bizi iplə yanan təndirin içinə salmışdılar. Bədənimizdən yanmış yağ iyi gəlirdi. Yer istidən elə çatlayırdı, az qala çırtıltı səsini eşidirdik. İlançayanlar da istilərə dözməyib yavaş-yavaş yoxa çıxırdı. Düddili və mığmığaların əlindən rahatlıq tapmırdıq. Mığmığalar miçətişədən də keçirdi. Ətraf getdikcə daha şoranlaşır, uzaqdan uzağa qar kimi ağarırdı. Qurumuş torpaq ayaq altında xırıltı ilə ovulub toza çevrilir. Külək əsəndə hava qalxıb ətrafı tüstü kimi bürüyür, günlərlə çəkilmirdi. Toz seyralanda uzaqdan çay axdığını görürdüm. Babam deyirdi, heç vaxt o çaya aldanıb getməyin. O, ılğımdır. İstidən adamın gözünə görünür. Deyirdi, Hacı Süleyman torpaqlarının hər tərəfinə bələdəm. Buralarda beneyi qədimdən çay bulaq olmayıb. Amma vallah axırdı, görürdüm o çayı. Yuxu deyildi, ılğım filan deyildi. Dalğalanaraq, şaqqıldayaraq xoşbəxtcəsinə axırdı. Amma nə qədər susasam da o çaya tərəf getmirəm. Əmim kimi itməkdən qorxurdum. Tozanaq qalxanda heç nə görünmürdü. Adamlar azıb evlərinin yolunu tapanmırdılar. Bəzən heyvanlar da azırdı. Bu toz dumanın içində elə bil babamın şəkili asılan evimizdən Simor quşunun qanadına gəlib ayrı bir dünyaya düşmüşdük. Buradakı torpaq da, su da, günəş də başqa idi. Orada tanıdığım adamlar burada tamam dəyişmiş, qorxaq, acız, ağlağan olmuşdular. Babam məni küləyin hardan əsdiyinə diqqət etməyə öyrətmişdi. Küləyin səmtini bilməyəndə barmağımı ağzımda isladıb, havada tuturdum və istiqaməti tapırdım. Adam sağını solunu bilsə, bir də ılğıma aldanması heç vaxt azmaz. Əmim də ılğım görüb baba, soruşdum bir dəfə. O azmayıb, hirslə dedi. Yolları bilir, gələ bilmir. Babam o yayı damımızın dəhlizində oturub, bizə nağıllar danışa-danışa, məsləhət verə-verə obaya gələn yola vərəvurd eləməklə keçirdi. O gözünün son işıq parçalarını da əmim üçün xərcləyirdi. Ufuqdakı çayın yanınacan uzanıb gedən tozanaqlı yollar babamın gözünün işığını əmdikcə əmir. Sanki qəsdən ora-bura burulub onu əziyyətə salırdı. Bəzən baxışları şübhəli bir qaraltı ilə ilişib qalır. Üzünü qırışdırıb daha dəqiq görməyə çalışır. Bir şey çıxmayanda məni haraylardı. Qar yağıncan bir təhər dözdük. Əslində dözə bilmədik. Neçə dəfə xəstələndik. 2 inəyimiz qızdırıb öldü. Ayaqlarım yara tökdü. Elə incidirdilər ki. Babam məni obadakı balaca ağ vaqona yardım həkimlərinin yanına aparanda ayaqqabısı yoxdur deməyə utandı. Dedi, nadinciliyindən ayaqyalın gəzir. Qara dikdabanlı ucaboy həkim məhəbbətli səsi ilə tərcüməçiyə söylədi ki, bir daha ayaqyalın gəzməyim. Bədənimdə yağ tikan zəhərinə alerjiya var. Ayaqlarımın çirkinə və yaralarına görə həkimdən utandım. Onları oturduğum çarpayının altında gizləməyə çalışdım. Dikdabanlı həkim bunu görüb, qəribə bir doğmalıqla gülümsəyəndə özümü lap itirdim. Başımı aşağı saldım. Yardım həkimləri babamın gözlərinə də baxdılar. Dedilər, güclü təzyiqi var. Əsəb və gərginlikdən işığını tamam itirə bilər. Burada heç bir şərait yoxdur. Təcili harasa xəstəxanaya getməlidir. Mənə selfon içində çoxlu atma dərman, 2-3 maz verdilər. Dərmanlar xeyli kömək eləsə də ayaqlarımın giziltisini axıracan avutmadı. Onda babam qapımızdakı toyuqların birini kəsdi, dərisini soyub ayaqlarıma çəkdi. Üstündən yumuşaq parça büküb qatma ilə bağlayanda dodaqlarının altında dua kimi bir sözlər pıçıldadı. Mənim gözəl balam. Gözlərim doldu. Anam dediyi köynək söhbətinə bundan sonra zərrəcə şübhəm qalmadı. Babam bu sözləri elə böyük sevgi ilə dedi ki, 2-3 günə ayaqlarım sağalıb anadan gəlmə oldu. Atam yayın bir ortasında gəlib çıxdı. Əmimdən xəbər yox idi. Dedi, bizim tərəflərdə qanlı döyüşlər gedir. Gündə o qədər adam ölüb itkin düşür ki, kimi axtarasan, kimdən nə soruşasan. Əmimdən xəbər gətirmədiyinə görə babam atamın üzünə baxmır, onu dindirməyirdi.
Atam gizlində deyinirdi. Axı mənim nə günahım var? İstidən ümidlərimizin də yanıb kösüvə döndüyü günlərin birində babam başını göylərə doğru qaldırıb öz-özünə pıçıldadı. Yağış yağacaq. Nədən bilirsən baba? Yanına qaçdım. Havadan dağların iynə alıram. Burun pərələri qalxıb indi. Uzaqdan bizi marıltayan atam mızıldandı. Kişinin başına hava gəlib. Babam təmkinini pozmadan daha da inamlı səslə yağacaq söylədi. Mütləq yağacaq. Boğazını ağrıtladı ki, səsi titrəməsin. Baxarsız. Birazdan doğrudan da göğüzünə qara bulud gəldi. Şıdırğı yağış başladı. Çox sevindik. Babam da sevindi. Eynəyini taxıb buludlara baxdı. Amma deyəsən heç nə görmürdü. Əllərini yaxşı açdı. Havanı qoxladı. Qoxladı. İslanmış torpaq qoxusu mənim də içimi yaşamaq eşqi ilə doldurdu. Səri Allahın səlaha, qul huvallahın səlaha, bərkiridir Cəbrəil, əmanətin qalaha. Mənisini indi də anlamadığım bu sözlər körpə vaxtı məni lüt soyundurub köynəyindən içəri salan babamın mənə öyrətdiyi dualardandır. Qurd ağzı bağlamaq duası. Dedim axı bəzən Hacı Süleymanda heyvanlar da azır. Gəlib sahabının qapısını tapa bilmirdi. Səhərlər orada-burada cəsədləri qızarırdı. Qaçqın obalarına canavar dadanmışdı. Canavarlar bilirdi ki, bu düzənlikdə nabələd heyvanlar var. Babam deyirdi bunu. Deyirdi, canavar çox ağıllı heyvandır. Əsl çoban həm sürünü, həm canavarı otarmalıdır. Yoxsa canavar onu otaracaq. Hətta deyirdi, aşağı obalarda bir dəstə qarabölük adamlara hücum edib. Yağmurlu payız gecələrin birində ağ atımız gəlmədi. Dalıya döndüm, heç əmim itkin düşəndə bu qədər sarsılmamışdım. Ağ atı bəlkə atamdan da çox istəyirdim. Gözəl idi. Ömrümdə belə ağappaq, belə cəsur, belə güclü heyvan görməmişdim. Kişniyəndə adamın ürəyinə od düşürdü. Səsi elə niscilli çıxırdı ki, eşidənlərin için titrədir. Həm də ruhuna sakitlik gətirirdi. Hələ qoxusu. İlahi. Ağ atımız heyvan deyil, evimizin bir sakini idi. Evimizi, ailəmizi onsuz təsəvvür eləyəmirdim. Həm də ondan əmimin hənirini alırdıq. Onu canavar yesə dözə bilməzdim. Bəlkə elə indi üstünə qarabölük düşmüşdü. Bəlkə həminki kövrək adamın için titrədən səsi ilə kişnəyib atamı, əmimi, hətta məni köməyə çağırırdı. Gah içəri girir, gah çölə qaçır, gah da yarğaçıq qapıdan vahiməli qaranlığa baxırdım. Baxdıqca daha çox üşənirdim. Babam göz cürəti havalandığımı görüncə cibindən qatlama bıçağı çıxardıb açdı. Ağzına yaxınlaşdırdı və bu sözləri oxuya-oxuya üfürüb bağladı. Səri Allahın səlaha. Sonra da qatlama ilə bərk-bərk səridi. Qurdun ağzını bağladım. Bu gecə atımıza xətər dəyməyəcək. Amma gərək atı tapana qədər bıçağın ağzını açmayasan. Bıçağı aparıb gizlədim. Qaydanda bayaqçı sözləri təkrar-təkrar soruşub əzbərlədim. Ağac sağ-salamat gəldi, qaçıb onun o tərəf qoxuyan yumuşaq burnundan öpdüm. Bıçağın da ağzını bir həftə açmadım ki, canavar başqa heyvanlara xətər yetirməsin. Hacı Süleymana qar düşən gün babamın gözləri tam tutuldu. Burnunun ucunda barmağımı gah bir, gah iki tutub soruşurdum, bilmirdi. Ancaq nədənsə yenə inəyini gözündən çıxartmırdı. Hətta şüşəsini anama sildirirdi də. Babam yeraltı qazmamızın böyründəki basmanın yanında alatala görünən qara tərəf oturub, özü üçün nəsə düşünərkən birdən ağlıma gəldi ki, bütün baş verənlərin baiskarım mənəm. Əgər pərqarın ucu ilə babamın şəkildəki gözlərini oymasaydım, o kör olmaz, evimiz dağılmaz, əmim itkin düşməzdi. Babam kör olmasa, uzun çubuğun əlinə alıb, yad adamları evimizdən qovar. Əmimi tapar, bizi Hacı Süleymanın istilərinin, mığmağalarının əlindən xəlas edərdi. Və buna inanacaq qədər uşaq, bundan əzab çəkəcək qədər böyük idim. Babam öləndə vəsiyyət elədi ki, yanında əmim üçün bir yer saxlasınlar. Saxladılar, amma əmimin ölüsü gəlmədi. Qəbrin üstünə götürəndə daşa vurmağa başqa şəkil tapmadıq. Anam düyüncələrini eşələyib, gözlərini tökdüyüm şəkili çıxartdı. Daş ustasına onu verdilər. Başdaşındakı şəkil elə düşüb ki, pərkar yerlərini bircə mən görürəm və hər görəndə içim sızıldayır. Və elə sızıldayır ki, mən də bir vəsiyyət eləməyə hazırlaşıram. Öləndə əmimin yerinə babamın yanına qoylasınlar məni. Körpə vaxtı lüt soyundurub köynəyinin altına saldıqları kimi sinəsinə sığınıb məni bağışlamasını istəyim. Gözlərini töküb dünyamızı zülümata çevirdiyim üçün.